rəhmətlik bir gündəyim Ənni O Nadir. Ənni O Nadirində ləqəbi Ənni O. Yəni o vaxt onlara dar yazıbdı. Müəllim buna söylədi ki, Ənni yaz. Deyirdi, ay müəllim, daha mən nə qədər Ənni O yazım, ləqəbi ondan qalxdı. Ənni O Nadir, bu da Maarifin şoförü olur. Buna da deyirlər ki, get Raykoma, Raykomdan sən oradan Komsomolun birinci katibini aparmalısan Zəziz kəndinə, orada məruz eləməlidir. Bu da gəlir aynan silir, nağarır, deyir ki, gəlmişsən, işliklə kimi anlayıram. Gəlib oturur maşına, o kişi də gəlir qapını açır, minmaq istəyəndə bunu çağırırlar, qapını örtür, gir. Bu da sürücü ilə bir minitdir. Gir kəndə çatır, yolda buna deyir ki, belə daha təsərrər biraz yaxşı da öyle, nədir o vaxt müdür şoförlər bunlara köməliydilər, 70 manat maaş alıb, keçmişdə olan haqq hesab. Bu da bula danışır, bir vaxt görür. Deyirsən orada camada nə danışırsan, 2 saatdır söhbət eləyirəm, da olsa sən bizdən ağırsan. Gör maşında işim yoxdur, dala qayıdır bir də. Deyir, bu da deyir, mən qoy var, keçmişsən, daha biz gecikdik, deyir, yekəçirsən, minməmişsən, deyirəm, minməmişəm da. O maşında nədə, dezinci minməm. Bir gün üstə uşaq imtihama girir. Deyir ki, ay nənə, birinci səndən xeyir dua alam. Elə atası qeyri-ixtiyarı qulaq misafir olur, eşidir. Ki, uşaq imtihama girir, nənəsindən xeyir dua alır. Atası deyir, ay o, nənənin xeyir duasını aldın. Bax, mən sana deyirəm, sən imtihamdan kəsilsən, mən səni tanımıram, sən də mənə tanımırsan. Uşaq imtihamdan gəlib, qapdan içəyə girən, atası ilə üz-üzə gəlir. Atası deyir ki, Əhməd, ay o, neçə aldın? Deyir, bağışlayın kimi, tanımadım. Bir gündən Tüfü Tahir geyib Bakıya, soğuqlu vaxtdır. Bunun da ağ bir dənə 16-sı var idi, ondan geyir. Gözdə qadağandızın akının altına elə diriyi saxlayır, içində gözləyir, 9-da düşür arasa geyir ki, onu gözləyir. Qayı baxır, gör ki, burada qadağan olunan znakın altında. Gəl, qayı saxlayır, bu da içində büzüşüb oturdu, aynanı tıqqılladı, deyir, ayna aç, balaca açır. Deyir, qardaş, abi znakı tanıyırsan, deyir, valla mən abi məhəllədən deyiləm, abi tükəncilərdən sonra soruşuraq tanıyır. Bir günü Hacı dayının atası xəstələnir, qohum əqrəbə yığılışır, deyirlər ki, ay hacı, atan səni çağırır, vəsiyyət eləmək istəyir. Deyir ki, mən atam vəsiyyət edirsə, gerək tək girəm yanına. Yaxınlaşır, görür ki, atası dili dodağı titriyir, axır dəqiqələridir, Allahın verdiyi can Allaha tapşırmaq istəyir. Oğlunu çağırır, deyir ki, ay oğul, tüfəng. Deyir, ay ata, nə tüfəng? Bir də qulağını deyir, tüfəng. Deyir, nə tüfəng? Deyir, tüfəngi götür, Əzraili at. Deyir, ay ata, hanı Əzrail, haradadır? Deyir, pəncərənin qabağında, qoşələn divardan götürüb, zara şirib, bir gül atan kimi pəncərə şağı tökülür. Bir də atasına qulağını yaxınlaşdırır. Deyir ki, ay ata, yox da Əzrail, deyir, şkafın başında, ikinci gülləndə şkafa endirən, şkaf yerlə yesin o. Atasına qulağına dinləyən, gör atası dünyası dəyişdi. Deyir, rəhmətliyin oğlu yaranan bir gün ölür da, sən geri Əzrailə mən aram vurub elə geyərdin ki. Rayondan Bakıya oğlunu ziyarət eləmək üçün gedən ata, ziyarət vaxtı özü ilə qoyun aparır. Yolda bir dənə sərnişin balaca şirin bir uşaq yaxınlaşır ki, əmi, qoyundur bu. Deyəndə kişi qayıdır ki, yox bala, qoyun Bakıda oxuyur, bu rüşvətdir. Bir gündən yenə bu iki cavan qaşaq toy eləyirlər, daha üstündən bir müddət keçir, bu arvad şəhər-şəhərəblə yuxudan durur, deyir, ay kişi bilsən nə var? Bundan sonra da öyün böyün mənəm. Kişi deyir, arvad sən yuxuda da o qarışdırmışsan, bismillah elə, bir də olsa deməyəsən ha. Arvad qaydı deyir, yox, beyinlər, öyün böyün mənəm, tam bişirlər, arvad deyirsə bu zanlıyır. Onda qapı döyülür, deyir, qaynı gəldi, bunda qaynı mənəm deyə baxıyordu, içəri girib deyir, abilədə, mən bacım yerdə niyə uzanlıydı? Mən bacımı kim vurdu? Kişi də qaydı deyir ki, ağayın, bacı o eşim vurmaydı, bacım büyündən öyüm böyüdü, üstəz orada da uzanlaya bilər də. Bir kişi gedir həkimə, həkimə deyir, kürəkləri bağlayır. Həkim sual verir, içki içirsən, deyir, yox. Sigaret çəkirsən, deyir, yox. Xəyanət edirsən, deyir, yox. Deyirsən, bir mələksən, qanatların çıxır. Ona görə sənin hər yerin ağrıyır. Ki, yoxsul olur, bunlar sağlıq dostu olurlar.
20 il bunlar görmürlər bir-birini. Günlərin bir gündə də bunlar rast gəlirlər bir. Sağ vaxtı bunlar çoxsu olub. Bir o bir də bu yoxlayım görüm biri deyir bunu. Bir hardan gəlsən, bir obdan gəlsin. Bir də güllə attım 8 də canavar mört mü qaldı. O bu düşsən o gün ovda 10 də güllə bir də qaşqaldağı yüzündən vurdu bana. Canavar vuran deyir sən hardan gəlsən? Bir 3 ay bundan qabaq həyətdə bir də bu Malağan kəndində bir də boranın tumu bastırmışdım. Dedim görüm ana bundan nə xəbər? Geldim gördüm boranı yetişip tağ çıkıp zabordan dedi. Düştüm tağın dalına gel Hecal. Geldim çıktım Cellabadın kuruğuna. Canavar vuran deyirsə ağ eləməz sen. Necə Cellabadın? Deyirsən oram oğlu. Canavarın sayın azalmasın. Oranın ağzı gedir masallı lentera.